ac qoyma, ac qalma, iştah reseptorlarını bloklama, ümumilikdə yemək istəyini, acma istəyini, acma duyğusunu əlinizdən alma. Bəli, arıqlayırsınız, problem. Orqanizmə lazımsız bir stres yaşatmış olursunuz. Arıqlama çayı bitdikdən sonra həmin o reseptorları və yaxud da ki, iştahı bloklayan heç bir artıq qüvvə qalmadığı üçün plus bu arıqlama çayının istifadəsi dövründə acılıqla orqanizmi sınağa çəkib maddələr mübadiləsini zəiflətdiyiniz üçün də idman edən adam arıqlama çayını nə edir? Ki metabolizmini idmanla, hərəkətlə dəstəkləsin. Kim arıqlama çayı içib? Tənbəllər. Tənbəl insanlar arıqlama çayı axtarır, ondan arıqlamaq istəyir. Çünki hərəkət eləmək istəmir. Hərəkət yoxdur, metabolizm zəifləyəcək. Sən həm hərəkət eləmirsən, həm də ac saxlayırsan özünü. Əzələn qalacaq sənin. Sən 1 qram əzələn qalmayacaq. Maddələr mübadiləsini zəiflətməlidir ki, enerji sərfiyyatının qarşısını alsın. Çünki qənaət etməlidir, qənaət moduna keçir. Gündəlik 400-500 kalori qəbul edirsiniz, etmirsiniz. Bu aralıqda qidalanırsınız demək olar ki, neynəsin? Ondan sonra arıqlama çayı qutardı. Bay, sevindi. O, arıqladım, 10 kilo verdim, 8 kilo verdim. İndi əsl şou indi başlayır. Hansı şou? Zəifləyib metabolizminiz. Belə suyu 3-cü qurtumunda kökələcəksiniz. O dərəcədə zəifləyib metabolizminiz, əzələ kütləsi yoxdur demək olar ki, nə yandıra bilmirsinizsə, maşallah əzələ kütləsindən vermişsiniz, çünki hərəkət eləmirdiniz və nəticə 99% hallarda geri gələn və geri gələrkən 10 getdisə 15 gələn çəkilər. Gedəndə əzələ ilə gedən, gələndə yağla gələn çəkilər. Başa düşürsünüz? Bax, buna görə məsləhət görmürəm. Buna görə.